Hər vaxtınız xeyirli olsun. Space televiziyasının daimi tamaşaçıları. Hər gün olduğu kimi bugün də bir-birindən gözəl, maraqlı və ən əsası istedadlı sənət insanları öz aramızda verilişinin qonağıdır. Bugün müzakirə etmək istədiyim mövzular var. İlk mövzu isə bu olacaq. Kifayət qədər sənəti, səsi, istedadı, savadı olan musiqiçilər və xüsusən də sənət insanları nədənsə bugün cəmiyyətdə layiqli və düzgün yerini tapa bilmir. Xüsusən əksəriyyəti, bəli, söhbət hər kəsdən getmir, bir qism sənət insanından gedir. Ələl xüsusda o insanların savadı, təhsili varsa və ciddi musiqi ilə məşğuldularsa. Nədir buna səbəb? Bax, bugün bunu müzakirə edəcəyik. Bugün burada nümunə gətirmək üçün ən azı 2 qonağım var. Onlardan biri Vüsal Hacıyevdir, çox istedadlıdır. Həddindən artıq istedadlı, sənəti, səsi, peşəkar musiqiçi. Amma təəssüf ki, bugün Vüsalın bəzilərinin olduğu qədər o böyüklükdə milyonlarla auditoriyası yoxdur. Biri Vüsal Hacıyev, digəri isə mən onu təxminən 2 ildir tanımışam, 3 ildir tanımışam və tanıdığım gündən səsinə heyran olmuşam. Bakı payızı 2002-nin qalibi, Dan Ulduzunun ifaçısı Ülker Quliyeva. Yəni, Vüsalın səsini çox eşitmişik, həddindən artıq və Vüsalın nə qədər istedadlı olduğunu burada bir daha göstərməyə ehtiyac yoxdur. Ülker xanım isə televiziyalardan bir o qədər də dəvət olunan qonaqlar simasında deyil. Düzdür, dəfələrlə mənim qonağım olub, dediyim kimi səsini eşidən gündən mən Ülker xanımın səsinin heyranına çevrilmişəm. Və arada onu Mədəniyyət telekanalında görmüşəm, Mədəniyyət televiziyasında qonaq olub. Təəssüf ki, digər telekanallarda elə də qarşıma çıxmayıb, bəlkə də qonaq olub. Mən istərdim elə ilk öncə verilişi başlamazdan öncə qonaqlarımızı bir-bir təqdim edim. Vüsal Hacıyev, peşəkar musiqiçi, əməkdar artist Rəhəngiz Musəvi, peşəkar aktrisa, Bakı Bələdiyyə Teatrının aktrisası Zülfiyə Qurbanova, qeyd etdiyim kimi Bakı payızı 2002-nin qalibi Ülker Quliyeva və Səidə xanım, soyadınızı unutdum, üzr istəyirəm, Zeynalova, Səidə Seyidova Evinaz şirkətindən bizim nümayəndəmiz. Mən istərdim ilk öncə bu girişdən sonra, introdan sonra Ülker xanımın mahnısını dinləyək, daha sonra müzakirələrə başlayaq və anlayacaqsınız ki, mən isə bu girişi nə üçün etdim? Buyurun Ülker xanım, söz sizindir. Çiçek kimidir, saçı ipek kimidir, Güldanın yanında biraz qəşəng kimidir, Güldanın yanında biraz qəşəng kimidir, güllü güllü güllərim, ipəkdəli güllərim, güllü güllü güllərim, ipəkdəli güllərim, çiçək qızlar içində şirin dilli güllərim, çiçək qızlar içində şirin dilli güllərim. Güllər nəğmə ilə səslər, çəmənlərin gülünü, güllər nə yaxşı bilir çiçəklərin dilini.
yaxşı bilir çiçeklerin dilini. Güldü gülü güllerim, ipekten güllerim. Güldü gülü güllerim, ipekten güllerim. Çiçek kızlar içinde şirin dilli 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 güllerim. Başlamaq istəyirəm. Ülker xanımın özündən. Birincisi bu möhtəşəm ifa üçün, bu təqdimat üçün sizə təşəkkür edirəm. Ülker xanım, 20 ildən çoxdur sənətdəsiz. 20 ildir ifa edirsiniz. 28 il, 30 ilə yaxındır. 30 ilə yaxındır. Ülker Quliyevanın. Siz ifa edə-edə mən yaxınlaşdım Vüsal Hacıyevə. Dedi, möhtəşəm profesional. Əslində mən üzr istəyirəm. Aynı zamanda Buyurun, oğlum, buyurun. Ülker xanımı Facebook'tan tanımışam. Çünki mən hansısa bir ifama rəy bildirmişdim. Çox da Bölüşmüştüm orayı. bölüşmüşdük zaten. O fayla. Ondan sonra mən də daxil oldum onun səhifəsinə və baxdım ki, çox gözəl səsi var və ahəngi çox gözəldir. Çox peşəkardır. Var, ama Bir dənə mikrofon verin. Olsun, olsun. Maşallah, çox sağ ol. Baxdım ki, doğrudan da çox möhtəşəm səsi var. Səs ahəngi əsl Azərbaycan musiqi xarakterinə uyğundur və Azərbaycan musiqisinin ahənginə uyğun səs tembri var və çox peşəkardır və öz-özlüyümdə biraz pis oldum ki, mən niyə tanımıram Ülker xanımı? Niyə tanımıram? Tanımırsınız, fikir verirsiniz. Mən də bu sualın haqqında. Bax, gəlin elə bu sualdan başlayaq. Niyə bugün Ülker Quliyeva tanınmır? Nədir bunun səbəbi? Ülker xanım, varmı bir səbəb? Həmkarlarınız əyləşib burada. Hətta siz Dan Ulduzunun sonuncu solistlərindənsiniz və Rühəngiz xanım da Dan Ulduzunun ilk solistlərindən biridir. O belə tanımır. Nədir buna səbəb? Yəqin ki, siz məndən də gözəl bilirsiniz, yaxşı bilirsiniz. Yox, tamaşaçıya maraqlıdır. Mən özüm üçün soruşmuram. Yəni bu son günlərin qalmaqalına belə istinadən deyə bilərəm, tam əminliklə deyə bilərəm ki, çox təəssüf son illər artıq necə deyim, bax mənim elə başlanğıc, yəni bu fəaliyyətimlə bağlı başlanğıcdan artıq 26 ildir bu vəziyyətdir. 26 il. 2000-ci ildən bəri gəlsək. 2000-ci ildən bəri. Yəni bu tədricən, bu etap ələnmə gedir. Yəni Məncə müğənni özü seçilir, sanki o olur. Biraz gizlənir, biraz çox abırlı olur. Ya hər mahnını ifa etmək istəmir, biraz ucuzsa ifa etmək istəmir. Çünki mənim öz xarakterimdə daha ciddi musiqilər var və görürəm ki, ciddi musiqiləri izləyən çox azdır. O az publika, o insanlar mənə gəlir gətirmir ki, mən yaradıcılığımı davam etdirə bilim. Amma onlarla qane oluruq. Amma bir nüans var ki, yəni insan istəməlidir, can atmalıdır efirə. Ya hər an, məsələn mən vaxt vardı 2008, 2009, 2010-cu illərdə mən efirə çıxa bilmirdim. Səbəb? Səbəb çünki pul istəyirdilər efirdən. Aha. Məndə pul yoxdur axı. Amma efirə lazım deyildi. Efir dedi ki, pulu ver, çıxıb ver. Bu olamı qabağıma aldı, məsələn, mən özümdən deyirəm. Çox qabağıma aldı. O cümlədən mən biraz həvəsdən düşdüm və yaradıcılığımda səngimələr oldu. Mən lazımınca qazanc əldə etmədim ki, onu vəsaiti qoyum öz işimə, inkişaf etmək üçün. Amma hər zaman bilmədiyim musiqilərin üzərində işlədim. Çünki Azərbaycan musiqisini sevmişəm. Bir verilişlərin birində sual verildi ki, sən sənəti sevmirsən, musiqini sevirsən. Mən sənəti sevmirəm. Çünki sənət çox ağırdır.
Mənim xarakterimə uyğun deyil. Sonra dedim təəssüf ki, mən bu sənəti seçmişəm. Təəssüf ki, təəssüf. mən bu sənəti seçmişəm. Axı bu sənəti seçən və sizin kimi ciddi musiqi ilə məşğul olan kifayət qədər uğurlu insanlar var. Razısınızmı mənimlə Zülfiyə xanım? Yəni ki, az deyil uğurlu olan. Şans söhbəti var. Biraz şans məsələsidir əlbəttə. Şans. Şans, maliyyə. Yox, buyurun, əstəğfurullah, buyurun. Yəni, yox, buyurun, demək istəyirəm. Yəni həm şanslı, həm də biraz insanın öz xarakteridir. Mən onu qeyd eləyəcəm. Məsələn, insan var ki, biraz münasibəti, yəni ona uyğun olmadığını görəndə dala çəkilir, mübarizəsindən dayanır. Yəni mübarizə aparmır bu barədəki. Yəni vaxt olacaq, mən hər şeyi özüm eləyəcəm, heç kim mənə heç nə yəni tələb eləmədən efirə çağıracaq. Adam var ki, belə. Məsəl üçün, aşırı abırlı adamlar var. Söhbət demirəm, amma mübarizə aparırıqsa abırsızlıq yox. Adam var ki, xarakteri mübarizəyə daha yatımlıdır. Mübarizə aparır, silahı əlindən qoymur. Bu arada mən elə xarakterli adamam. Mən də sevirəm mən mübarizə, yəni sevən adamam. Yəni belə xarakter olaraq xoşlayıram ki, daim mübarizə aparım, hər şey üstündə belədir. Səs tonunuz hətta elədi mən deyərdim. Bu teatrdan gəlmə bir şeydir, bir də genetik bir şeydir. Biz gür danışıq, teatr aktyorları ümumiyyətlə yapı olaraq, xarakter olaraq beləyik. Ülker xanım da elə xarakterlidir. Biraz görüb ki, efirlər məsəl üçün maddiyyat tələb eləyir, maddi şeylər gözləyir, biraz qalmaqallı və s. öz qınına çəkilib, belə deyim. Mən belə düşünürəm. Bəli, haqlısınız, haqlısınız. Amma yenə deyim, mübarizə baxır nəyə və kimə qarşı. Baxır, nəyə görə mübarizə eləyirsiniz. Niyə görə kiməsə qarşı? Özün üçün mücadilə. Yox, özüm üçün, amma nəyin naminə? Mən mübarizə eləyim sənət və naminə, nəyin naminə ola bilər? Yəni sənətdə olan insan başqa nə naminə mübarizə apara bilər? Kifayət qədər mübarizə aparmışam. Çünki mən də çox da Zülfiyə xanım deyir, elə də sakit adam deyiləm. Gəlin belə onda konkret sual verim. Baxır nəyin naminə? Nə maneələrlə qarşılaşıb Ülker Quliyeva? Hansı mübarizəni apararkən hansı maneələrlə qarşılaşmısınız? Elə Vüsal qeyd etdiyi kimi, birinci növbədə maliyyədir. O heç yəni ki, indi təbii ki. İkinci növbədə də Zülfiyə xanım dediyi kimi abır o birinci yerdədir, təbii ki. Amma yəni dediyim kimi dəyər verilmirdi. Dəyər. Yəni biz lazım deyilik. Dəyəri kim verməlidir? Tamaşaçı mı? Tamaşaçı bəlkə də bizim öz auditoriyamız var. Yəni biz deyə bilmərik ki, auditoriyamız yoxdur. Auditor deyirlər ki, şou əhli də, nə bilim, şou, biznes, incəsənət, bəlkə deyirlər qurbanlar tələb edir. Bəlkə o qurbanları verməyən insanlar önə çıxa bilmir. Bəstəkarlar, siz hansısa bəstəkarlarda müraciət eləmişsiniz mahnılar üçün? Yeni mahnılar. Var bir-iki bəstəkar var, amma yəni mənim tanıdığım insanlardır. Yəni mahnılar oxuyursunuzmu? Bildiyim klassik estradan ifa edirsiniz, mükəmməl səs tonunuz var, vokalı bilirsiniz. Bunlar gözəl, mən də bilirəm onları. Amma onlar bizi gəlir gətirmir. Onlar sadəcə olaraq bizim rus dilində desə bir restorkamızdır ki, onlar bizə gəlir gətirmir, reallıqdan danışırsan. Yəni yeni mahnılar varmı? İşləyirsiniz? Yəni demək istəyirəm, yeni mahnılar indi hal-hazırda yoxdur. Neçə ildir yeni mahnılar yoxdur? Artıq çoxdur. Yəni onun daşını niyə atdım və yaxud da onu deyirdim. Mən bir ara 2008-ci ildə çox mahnı yazdırıb, hətta klip çəkdirmək o qədər imkanım yox idi, amma yeni mahnılar yazdırmaq da asan deyil idi. Bir aranjirovka o vaxtı, yəni belə deyək də, qiymət aranjman. İndi elədir. Siz yəni ki, toylara getmirsiniz də? Mən toylara getmirəm. Problem buradan başlayır ki, maddi dəstək. Bəli, yox, insan toya getmir. Hardan pul qazanacaq ki, yeni mahnı yazdırsın? Mən yenə toya gedirəm, toy sistemini bilirəm, oxuyuram. Mən bir dəfə türk mahnısı oxumuşdum, yazda gəlir. Çox zildən oxumuşdum. Yazdı ki, heyf bu səsdən ki, belə zil oxuyur. Yəni başa düşürəm. Mən özüm görürsüz, biraz bayağıya yaxın musiqi ifa eləmişəm. Biraz öz çərçivəmdən çıxmışam. Kommersiya məqsədi ilə. Əlbəttə. Ayaq uydurmaq deyirlərdi. Bizim sənətkarlarımız var ki, ucuz repertuarlarında ucuz mahnılar çoxdur. Sənətkarlar. Bəli. Niyə sənətkarlar bəs repertuarına ucuz mahnılar salır? Salıbdılar da. Səbəb sırf bilmirəm, səbəb odur ki, yəni ucuz mahnılar da olub da repertuarında. Biri var ki, Şəbi Hicran oxuyur, Füzuli kantatası, orada sənət göstərməlisin. Ağzını açanda o bilirdim. Biri var ki, ucuz 6-8 üzərində olan... Bütün 6-8 mahnıları ucuz mahnı adlandırmaq da yox, Tofiq Quliyev yazıb, Emin Sabitoğlu yazıb. Yox, 6-8 bizim milli genimiz deyilmi? Onu
hər mahnının ucuz versiyası var. İnsan var ki, çox ucuz, baxırsan ki, geyinib, pis geyinib. Mahnı da elədir. Mahnı ya aranjmanı pis vəziyyətdədir, ya ifaçısı pisdir, ya da mahnı kasaddır. Deyirlər, mahnı pis mahnı yoxdur. Pis mahnı 3 dənə qarmoniyası var. Necə pis mahnıdır? Zəif mahnıdır. O necə yanaşasan mahnıya? Söhbət ondan gəlir ki, hər bir şey ifa eləmək lazımdır Ülkər xanım. Mən özüm də biliyorsunuz pop oxuyuram, o oxuyuram, bunu oxuyuram, toy mahnıları oxuyuram. Neyini? Nə etməliyəm? Bayağı ifa ilə qaçıram, bayağı mahnı. Başa düşdüm, amma Son 5 ildə aldığınız mahnı olubmu? Son 5 ildə? Yox. Son 10 ildə? Görürsüz. Son 10 ildə? Bu pisdir də, bu pisdir. Yadınıza gəlmir. Nəysə. Yox, niyə ki? Mənim elə yadımdan çıxıb. Bir keçən il bir mahnı hazırlamışıq, vətənpərvər mahnısı, yəni bəstəkar Sevinç xanım Abdullayeva. Biri-birindən peşəkar, möhtəşəm əsərlər səsləndi bugün burada. Elə Röhəngiz xanım, gəlin sizdən başlayaq, bir bildirin, buyurun. Mövzu ilə bağlı qızımıza da aid, hə. İkisinə də. Vüsalın oxumağını mən belə, valla mən fanatıyam. Gözəl səsi malikdir, gözəl müğənni, hər janrda ifa eləyir. Bax belə, qızdır ki, maşallah, qızım adı nədir? Ülkər. Çox gözəl səsi var. Belə məxməri, üzrsən, barxıdır, rusca mən. Özə Şövkət, elə bir haradasa Şövkət xanımı da düzdür misal. Səsinə söz yoxdur. Mən qızımızı qınamıram, səsinə söz yoxdur. Gəlin, Ülkər xanımdan gəlin bir musiqi dinləyək, mövzuya bir musiqi ilə sərinlik səpək. Buyurun Ülkər xanım. Məni candan usandırdır, cəfadan yar usanmaz mı, usanmaz mı? Fələklər yandı ahimdən, muradım şəmli yanmaz mı, muradım şəmli yanmaz mı? Fələklər yandı ahimdən, muradım şəmli yanmaz, şəmli yanmaz mı? Dediler yâre qıraşan, desem ol bir vəfa bilmem. İnanır mı, inanmaz mı, inanır mı, inanmaz mı?
sular bulanmaz mı? Akar sular bulanmaz mı? Habibim faslı güldür bu. Akar sular bulanmaz mı? Bulanmaz mı? Değildim ben sana mayil, sen ettin egrimi zayil. Mənə tən eyleyen gafil, seni gerçek utanmaz mı? Füzulirin şeydadı, Füzulirin şeydadı. Həmişə xəlqə rüsvadı, sorun kim bu nə sevdadır? Bu sevdadan usanmaz mı? Bu sevdadan usanmaz mı? Sorun kim bu? Ne sevdadır, ne sevdadır. Bu sevdadan usanmaz mı? Telefon xəttində bir tamaşaçımız var. Brilliant xanım, hər vaxtınız xeyirli olsun. Salam aleyküm, salam aleyküm. Ben çok hoş oldum ki size birleştim, danışabilirim. Buyurun. İsa oğlum, ben Buyurun. çok teşekkür ederim ki o zövgümüzü pozan, kulaklarımızı kar eləyən səslər yığışırıldı bu ekranlardan. Ben bilmirəm, taksir kimdə olub. Onlar girirlər, kapıdan qovlayırsınız, pencereden girirlər. Ya rejissorlarda taksir olub, ya prodüser, kimdəsə taksir olub ki, onları bu dərəcədə, bu səviyyədə, bu qədər buraxıblar yaxın. O qədər yaxşı oxuyanlarımız var. Bunlar bilmirəm, hara gizləndilər. Bak Ülker indi okudu bu hicranı. Bəli. Siz görün ne qəşəng okudur. Şövkət Ələkbərvan cavan vaxtı. Səsi onu oxşuyur. Cavanlıq vaxtında. Çox qəşəng. Mən çox şadam ki siz bax bu uşaqları çağırırsınız. O kızımıza da, Ülker kızımıza da mən deyərdim ki o özünü utanmasın. Geçsin qabağa. Bırakmadılar orada. Örgəşsin de o biri o necə? Tərbiyədə nasılıdır? İndi neynəmək, rast bu yola çıxıbsa, oxumaq istəyirsə, bu gərək biraz üzlü olsun. Ben bunu deyirəm. Amma Vüsala deyirəm, çox sağ olsun. O hər mahnılar oxuyur. La bu deyirlər, nə deyirlər, bu Hər əlində düzgün, yaxşı mahnılar deyil. Yox, o oxuyanlar pis oxuyur. Bax bu onu da yaxşı oxuyar. O mahnıları da yaxşı oxuyar. Toyda eşitmişəm mən. Bir dənə, iki dənə oxudu. Dedim ki, bu da oca ağzından qaçırır bu mahnıları. Amma tələb elədilər də. Bu neynəsin yazıq? Xahiş elədilər ki, oxu, bu da oxudu. Çox qəşəng də oxudu ya. Mən sizə deyim ki, heç kəs bilmədi ki, bu ara mahnısıdır. Bu, nə deyirlər, o mahnılardandır. Başa düşdüm. Brilliant xanım, mən sizi tam başa düşdüm və indi redaktor mənə dedi ki, hətta siz özünüz konservatoriya təhsillisiniz. Bəli, mən musiqiçiyəm, mən konservatoriyanı bilirəm. Telefon xəttində Tahirə xanımdır. Tahirə xanım, hər vaxtınız xeyirli olsun. Vaxtınız xeyirli İsa bəy. Necəsiz? Sağ olun, keyfiniz yaxşı olsun. Bugün mənim keyfim çox yaxşı oldu. Nə gözəl, biz də bunun üçün çalışırıq. Minnətdarlıq eləyirəm. O Şövkət xanımı xatırlatdı düzə. Onu o Şəbi Hicran mahnısı çox ürəyimə yatdı, məni çox kövrəşdi. Təşəkkür edirəm. Belə ki, müğənniləri həmişə çağırın.
Qoy xalqı yaxşı nə tərbiyələr, əyləndirsinlər. Yaxşı müğənniləri, həmişə Zövqünüzü oxşuyurlar. Mən başa düşürəm, sizin zövqünüz cədir, zövqünüzü oxşuyurlar. Bəli, əslində sizin sözünüzdə qüvvət düzəliş etmək istəmirəm. Amma əslində bu musiqilər, burada bugün səslənən musiqilər, mövzular əyləncə üçün deyil. Sırf qulaq zövqü üçündür, musiqi zövqü üçündür, bu musiqilər maarifləndirən musiqilərdir. Çünki burada bugün elə ciddi əsərlər səsləndirdi ki... Buyurun. Bəli, mən də istəyərdim ki, o ara müğənniləri efirlərə buraxılmasın, efirləri tamam belə gözdən salırlar, insanların zövqünü pozurlar, zövqlü insanları çağırın, yaxşı səsli müğənniləri çağırın, insanlar da tezgah olsun, insanlar da ondan maariflənsin, gələcəyi üçün ki, bizim də belə bəstəkarlarımız olub, ara mahnıları oxuyub, insanların zövqünü körləmasınlar. Bəstəkarlarımızın mahnılarını oxusunlar. O Ülkər xanıma çox təşəkkür edirəm ki, mən çox kövrəldim, çox belə sevindim ki, Şövkət xanımı xatırlatdı bizə bir anlığa. Siz hələ sona kimi oturun elə bu verilişin axırına baxın. Ülkər xanımın hələ bir neçə mahnı da gələcək və əminəm ki, o mahnı da sizin zövqünüzcə olacaq. Bir xahiş edirəm. Buyurun. Və hal-hazırda mən istəyirəm bir musiqi də dinləyək. Ülkər xanım, elə gəlin sizdən dinləyək. Təşəkkürümü bildirmək istəyirəm. Xanıma, əgər biz sizin qəlbinizə yol tapa biliriksə, bu bizim üçün böyük şərəf və uğurdur. Çox sağ olun, təşəkkür edirəm. Akşamlar
gözün nuru körüm ateşi Qayıt səhmana sal bu kainatı Ne gelmez oldun Ne gelmez oldun Ne gelmez oldu Bəli, öz aramızda verilişi davam edir və onu qeyd etmək istəyirəm ki, verilişə hal-hazırda tamaşaçıların marağı o qədərdir ki, Space'in telefonları susmur. Gül biraz, gül biraz, gül biraz. Eve geldim danış biraz, gül biraz. Təşəkkürlər, minnətdaram sizə bu gözəl ifa üçün. Can, bak burada da karakter var. Fikir verdiniz. Oynak mahnı olanda ne İfaçının olur? yanaşması var. Mən deyəcəydim ki, 6-8'likdir də. Bax, görün, amma necə səviyyəli mahnıdır, necə Eynən. gözəl mahnıdır. Və bir tamaşaçımız da var telefon xəttində. Ofeliya xanım, hər vaxtınız xeyirli olsun. Salam aleyküm. Necəsiz? Sağ olun, çok sağ olun. Siz necəsiniz? Mən dediyim kimi bu mahnıları dinləyirəm, bu mövzular, bu peşəkar səsləri eşidib çox əlayam. Həmişə əla olasınız. Təşəkkür edirəm. Efirdəsiz. Siz ona göre hoşumuza geldi ki Ne başka güzel. ekiblere, verilişlere bakmıyoruz. Sizin verilişiniz çok sakin. Ne güzel. Öntəligəli, tamballı keçir. Bak bu dəqiqə Vüsal Bey'i de qonağınızı təbrik salamlayıram. Ülker xanımı da salamlayıram. Ruhəngiz xanımı da salamlayıram. Zülfiyə gözəl xanım, keçir. aktrisamız Zülfiyə xanım buradadır. Bəli, Səidə hamısını xanım, hər salamlayıram. birini. Hamısını. Ancaq İsa Bey, sizdən bir xahişim var ki, Buyurun. bu verilişində, bu yaddan çıxan, bax məsəl üçün, Ruhəngiz xanım bizim demək olar ki, karikey sənətkarlarımızdandır. Bu Bəli. yaddan çıxan sənətkarlarımız var ki, saçlarını efirlərdə ağardırlar. Ruhəngiz Onları xanım yada salın. artıq 3-cü dəfədir bizim efirimizdə qonaqdır. Siz bizim verilişi hər gün saat 3-dən izləyin, əminəm ki, ürəyiniz görmək istədiyi bütün sənətçiləri, sənətkarları burada İnşallah. görəcəksiniz. İnşallah. Və danışırıq, bax, bu tamaşaçıların fikrindən, görmək istədiyi insanlardan. Zülfiyə xanım, siz də izləyirsiniz də, aktrisa kimi, məsələn, tamaşaçı kimi o bir fikriniz maraqlıdır. Sizcə bir sənətçi öz sənətinin inkişafı üçün, reklamı üçün pul xərcləməli, vəsait xərcləməlidir, yoxsa mənim sənətim var, mən oturub gözləməliyəm ki, mənə dəvətlər gələcək, məni tələb edəcəklər. Hansı daha düzgündür? Ya, maddi yatırımı deyə bilmərəm açığı. Çünki incəsənətdə bizim sahə üçün, yəni incəsənətin məhz bizim qolu üçün, aktyorluq yəni qolu üçün ya maddi yatırım yoxdur. Maddi yatırım sənin aktyor istedadındır. Mənim vizit kartım yaradıcılığımdır. Yəni bu kamera, motor artıq deyiləndə göstərdiyim peşəkarlıq sənin maddi, mənəvi fərqi yoxdur. Bütün yatırımlarındır. Bizim sahə üçün maddi yatırım keçərli deyil. Musiqi üçün mütləq yatırım olmalıdır. Amma yatırımsız da bir tərəfdən pisdir, bir tərəfdən yaxşıdır o. Məsəl üçün, TikTokda bu dəqiqə elə bir şey var. Elə gələcəkdim, sizin sözünüzə qüvvət. Yəni o biraz onu yaxşı mənada reklam eləmək üçün yerdir insanın özünü. Eynən. Hər bir sənətçinin, mən Ülker xanımı da gözəl anlayıram, Vüsalı da gözəl anlayıram ki, bəli, şou aləmində pul deyəndə, vəsait deyəndə bizim ağlımıza 300-500 min manat gəlmir. Burada çox böyük məbləğlərdən, çox böyük həddindən artıq ağla gəlməz rəqəmlərdən söhbətlər gedir. Aktyor sənətində o yox. Aktyorda o yoxdur. Amma bugün hər bir istedadı olan insan üçün elə bir platformalar var ki, əlində. O
heç bir vəsait xərcləmədən belə milyon kütlənin qarşısına çıxa bilir. Bu artıq çıxmayan, hələ mən qazanmağı qoyuram qırağa. Artıq bu platformalardan deyirlər TikTok pis yerdir, nə bilim filan sosial şəbəkə pis yerdir. Gözəl istifadə eləyəndə hər yer Sən yaxşıdır. ondan düzgün istifadə eləyəndə hər bir platforma çox gözəl yerdir. Baxır, sənin məqsədin nədir və sən o platformaya hansı məqsədlə girirsən? Bəli, bəli. Və sən bir neçə dəfə demişəm, yəni bu platformalardan əgər bir müğənni, mən başa düşürəm, vəsait deyəndə təkrarçılığa yol vermək istəmirəm. Ülkər xanımı da burada haqq qazandırırım. Çünki orada bir mahnını çıxardıb YouTube'a qoymaqla iş bitmir. Elə hər şey o layihəni klipi çəkəndən sonra başlayır. Radiolar, verilişlər, xəbər saytları, xəbər səhifələri və kimisə tanıyır. Məsələn, mən özüm musiqi təhsilim var. 7 illik fortepianonu bitirmişəm. Xorda solist olmuşam. Salfeycanı bilirəm deyənə, məsələn, Vüsal kimi, Ülkər xanım kimi bir səslər eşidəndə mən özüm biganə qala bilmirəm. Dərhal deyirəm, Allah, mütləq dəvət edin. Bizim qonağımız olmalıdır. Hər adam da bu musiqi təhsili olmur və yaxud duyumu o deyil, zövqü o deyil. Eyni zamanda mənim anam özü də fortepiano müəllimi olub. Yəni, uşaqlıqdan mən evdə klassik əsərlər, yəni bu musiqilərlə böyümüşəm deyənə, bəlkə də bu musiqi mənə uşaqlıqdan genetik olaraq da keçib, daha mənə xoş gəlir. Bir mənalı eynən. Amma eləsi də var ki, digər musiqi ilə çatmır ona. Məsələn, deyə bilər, məsələn, Ülkərin klipi çıxıb, çıxartsın pulunu verim, paylaşım. Amma əminəm ki, bu musiqini bilən, musiqi təhsili olan əsla Ülkər xanıma bu sözü deməyəcək. Telefon xəttində bir tamaşaçımız var. Elmira xanım, hər vaxtınız xeyirli olsun. Alo. Hər vaxtınız xeyir olsun. Necəsiz Elmira xanım? Təşəkkür edirəm oğlum, təşəkkür edirəm. Yaxşı Çox sağ olun. Var olun. Oğlum, mən bugünkü verilişə görə sizə təşəkkür eləmək istəyirəm. Çox təşəkkür eləmək istəyirəm. Mənim 70 yaşım var. Allah ömür versin. Özüm də tibb işçisiyəm, amma indi 70 yaşda heç yerdə işləmirəm. Biraz da xəstəyəm. Allah şəfa versin. Amma demək istəyirəm ki, oğlum, bugünkü verilişə görə sizə şəxsən və bu verilişin digər təşkilatçılarına çox təşəkkür edirəm. Təkrarçılıq istəmirəm olsun. Artıq bir neçə gündür ki, tək sizin yox, başqa kanallarda da görürük də verilişlərin səviyyəsin və sizin qonaqlarınızı. Ona görə bu bizə, bilirsiniz, çox belə xoş gəlir. Bugünkü qonaqlar o qədər xoşdur ki, dinləmək. İndi insanların çox hissəsi əsəb gərginliyindən əziyyət çəkir, oğlum. Eynən. Belə olan çox əziyyət çəkirik. Hər sahədə insanlar əziyyət çəkir əsəb gərginliyindən. Amma belə olan halda musiqi bacarığı olmayan, çox üzr istəyirəm, mənim balım. Buyurun. Əxlaq və ailə tərbiyəsi heç efirə yaxın buraxılmayan insanlar efirə hücum çəkir, insanlara qıcıq gətirir. Belə şeylərə yol vermək olmaz mənim balam. Təşəkkür edirəm, minnətdaram sizə. Televiziya maarifləndirici, ən çox maarifləndirici vasitədir. Bununla bu televiziyada zəngin materiallarla, zəngin səviyyəli insanlarla biz görüşəndə, gözəl verilişlərə baxanda bu bizə çox belə qürur verir. Bugünkü verilişə görə təşəkkür edirəm. Rəbbim sizləri qorusun. Gec də olsa bu işlərə kim ki əncam çəkib. Həmin təşkilatçılara da təşəkkür edirəm. Zəngin proqramlar, gözəl musiqiçilər gözləyirik. İnanın ki, bugünkü Vüsal bəyin, orada oturan o birisi musiqiçi xanımların Ülkər xanım, dinləyəndə elə bildim ki, belə xəstəliyim getdi, başıma sığal çəkdilər. Çox xoş təsir bağışladı. Rəbbim sizi qorusun. Təşəkkür edirəm, minnətdaram. Çox təşəkkür edirəm zənginiz üçün və tamaşaçımız çox düzgün vurğuladı ki, bugünkü bu gərginliklər, stres, hər kəsin öz işi var. Elə onların içində bizi bu gərginlikdən, stresdən, əsəbdən uzaqlaşdıran nədir? Gözəl musiqi bizi musiqi dünyasına aparır ki, orada yalnız
şəfa var, dincəlmək var, xoş abu-hava var, pozitiv var, rahatlıq var. Elə hazırda istəyirəm biz düşək həmən o musiqi dünyasına. Bir silsilə belə çox mahnılarım var ki, görürsüz bunun aranjmanına məsələn çox pul xərclənir. Bu aranjman məsələn çox pul xərclənir deyəndə, məsələn bu mahnının Adi bu səs yazmanın, vokalın qiymətini məsələn siz bilsəz çoxdur. Məsələn 1000 manat. 1000 manat təkcə səs yazmaq. Təkcə vokal. Bəs aranjman 3-4 min arası. 4000 manat. Bəli. Allah. Bəs bu mahnı ümumilikdə, bu mahnı məsələn bu cür gözəl təqdimatda, keyfiyyətli formada, klipi də var mən bildiyim qədərilə. Ümumilikdə bu proyekt, layihə götürək. Vüsal Hacıyevə neçəyə başa gəlib? Bütün xərcləri nəzərə alsan. Dost tanışı. Yəni skitkası ilə belə də 8-10 min arası. Endirimlə 10.000 manata başa gəlib. Yəni adi bir mahnıdır, çox mahnılarım var. Eynən, endirimlə. Bu sanki bir lotereyada oxuyursan mahnıları, sevdiyin mahnıları, hansısa biri sevilir və onunla sənə böyük təkan. Eynən. Telefon xəttində bir tamaşaçımız da var, onu da alım. Zeynəb xanım, hər vaxtınız xeyirli olsun. Hər vaxtınız xeyir İşdə bəy. Necəsiz? Sağ olun, sağ olun. Qonaqlarınızı da salamlayıram. Əleykə salam. Rühəngiz xanımı başda olmaqla sağ olun. Belə gözəl ifaçıları necə dəvət eləmişsiniz verilişə. Biz də feyziyə oluruq, baxırıq. Bir söz deyim ki, sanki bu mahnıları 80-cı illərin elə bil ki, televiziya verilişlərinə bənzətdim bu verilişləri. Gözəl. Çünki 90-cı illərdə, 80-cı illərdə, 85-ci illərdə belə musiqi verilişləri olurdu. Biz ora, necə deyim, elə diqqətlə baxırdıq və düşünə-düşünə baxırdıq, necə deyirlər, təkcə musiqi kimi yox, həm də bizi düşündürürdü o musiqilər. Biz istəyirik ki, indi də elə musiqilər olsun televiziyalarda. Təşəkkür edirəm zənginiz üçün, minnətdaram sizə və çox gözəl bir məqama toxundu. Sən rəqs etmək istəmirsən, sən sadəcə dayanıb düşünmək istəyirsən. Yəni o mahnının çəkisi, sözlər hər bir insanı düşündürür. Bax, indi tamaşaçımız dedi, sözün əsl mənasında. Bugün burada səslənən mahnılar da o mahnılar sırasındaydı ki, düşündürən mahnılarıydı və sevindirən bir haldır ki, bugün məni bu verilişi biz hazırlamışıq və telefon zəngləri susmur. Bu məni çox sevindirir ki, tamaşaçı sözün əsl mənasında oturub bugün bizə baxır. Bir neçə tamaşaçımız var, müzakirələr getdiyindən, mövzular çox olduğundan biz onları efirə bağlaya bilmədik. Müəyyən qismini efirə bağladıq, amma bir zəngimizi də alın, mən sualımı verə bilmirəm. Zəhra xanım, hər vaxtınız xeyirli olsun. Hər vaxtınız xeyir. Necəsiz? Təşəkkür edirəm, çox sağ olun. Oğlum, mən o qədər məmnunam ki, məmnunluğundan həyəcan keçirdirəm. Həyəcanlanmayın, buyurun, eşidirik. Və bu həyəcanın həm də sevgi dolu həyəcandır. Şəxsən sizə xüsusi təşəkkür edirəm. Bilirsiniz nə üçün? Siz elə gözəl suallar qoyur və suallarınızın içərisindən doğan suallarınız belə mənə o qədər zövq verir ki, minnətdaram. Mən nə deyəcəyimi bilmirəm. Çox təşəkkür edirəm Vüsal oğluma. O gözəl səsin üçün, o oxuduğum mahnılar üçün səndən çox məmnunam. Ülkər qızım, səndən də çox məmnunam. Məmnunam ona görə ki, sən peşəkar musiqiləri peşəkarcasına bizə çatdıra bilirsən. Oğlum, Vüsalın bir sözünü əksinə çıxmaq istəyirəm. O dedi ki, mütləq mahnıların içərisində bir dənə bayağı mahnı da olmalıdır. Mən onunla razılaşmıram. Niyə? Çünki bayağı mahnı oxuduqca siz insanların zövqün pozursunuz. Mən həmişə düşünürəm ki, oxuyanlar, mahnı oxuyan müğənnilər elə etməlidirlər ki, onları dinləyən ancaq peşəkar musiqi dinləsin. Yəni, dinləyənlərin zövqü pozulmasın. Bax, bunu istəyirəm. Dəyərli oğlum. Çox təşəkkür edirəm. Hər ikinizə, xüsusilə aparıcıya. Minnətdaram. Çox təşəkkür edirəm. Siz nə qədər gözəl veriliş təşkil etmişsiniz. Çox təşəkkür edirəm. Televiziyada belə verilişlərin sayı artsın. Minnətdaram. Azərbaycan musiqisinin
dünyanın 12 ladda olan musiqisinin 10 ladı bizim musiqidə səslənir. Bunu sizi dəvət etdiyiniz bu gözəl mühəndilər bizə təqdim edə bilirlər bu gün. Buna görə sizə minnətdaram. Mən sizə təşəkkür edirəm. Büyük Üzeyir bəyin ruhu şad olur ki, onun peşəkar musiqisini yaratdığı bu peşəkar musiqi üzərində inkişaf eləmiş bəstəkarlarımızın bəstəkar musiqilərini biz bugün dinləyə bildik. Bilirsiniz, mən bir fikrimi də sizlə bölüşmək istəyirəm. Bütün dünyada mövcud olan musiqilərdən möhtəşəm musiqi bizimkidir. Bütün dünya bizim ladlarda musiqi ilə mahnılar yazmaq istəyir. Nədən biz özümüz öz musiqimizi bu cür canlı şəkildə ifa etməyək və çatdırmayaq dinləyicilərə? Eynən. Çox sağ olun, çox sağ olun. Sizə mən çox minnətdaram. Mən sizə O təşəkkür qədər edirəm. məmnun qaldım ki, sizin bu verilişinizdən. İnanın Allaha, imkanım olsa bu saat ora gəlib, hər birinizi bağrıma basmanlığınızdan öpərdim. Var olun, var Bu olun, vətənin minnətdaram. verdiyi çörək sizə halal olsun. Belə olun, siz belə oxuyun ki, dinləyicilər artıq düzgün formalaşsınlar. O gənclər düzgün formalaşsınlar. Bu saat mənim igidlərim qrupunda 75 oğlan sizi dinləyir. Ay, nə gözəl, hər birini salamlayır. 62 bəyin qızlarım sizi dinləyir. Mən onlara tövsiyə etmişəm. Zəng vurub hər birinə xəbər elədim ki, dinləyin bu musiqiləri. Görün nə qədər insanların zövqün oxşadınız. Təşəkkür edirəm. Təşəkkür edirəm sizə. Çox sevinirəm ki, bugün bizi, bax bu cür ziyalı insanlar bizi izləyir. Bu məni bir aparıcı kimi xüsusən sevindirir və bizim gördüyümüz bu işi və biz kimi üçün çalışırıq, biz tamaşaçılar üçün çalışırıq və tamaşaçıdan bu cür sevgi dolu sözləri eşidən aparıcı, necə müğənnilər və yaxud aktrisalar, aktyorlar onları deyir, bütün işimizə deyir, bizi xoşhal edən nədir sonda olan o alqış. Bax, bu tamaşaçı alqışı mən deyərdim ki, elə biz aparıcını da... Allah can sağlığı versin xanıma. Bax, belə sözlər mənə tez-tez yazırlar və elə məqam olurdu ki, ümumiyyətlə sənətimi dəyişmək istəyirdim. Görürsünüz ki, məni sanki sənətdə qalmağa vadar edirlər, ya xüsusi bir stimul yaradırlar. Belə insanlar elə sözlər yazırlar. Sənin sənətdən uzaqlaşmağa, stimuldan düşməyə vüsal, haqqın yoxdur. Bir kəlmə və sonda bir nida, haqqın yoxdur. Bir də nüans deyim ki, mən bayağı sözünü ola bilir ki, düzgün qeyd eləmədim. Yəni, biri var ki, Süleyman Ələsgərovun hansısa vətən mövzusunda ola bilir mahnısı, ya Füzuli kantatası. Ondan biraz zəif mövzuda mahnılar ifa eləmək olar. Başlayırsınız? Yəni, hər şey, bütün mahnıları biz sırf musiqiçiləri nəzərdə tutaraq ifa eləsək, baxırsan ki, biraz kütləyə daha çox yanaşa bilmirsən. Haqlısan, mən hər birinizə təşəkkür edirəm. Bugün gəldiniz, bu verilişi bu qədər maraqlı, bu qədər axıcı, bu qədər zövqlü, bu qədər keyfiyyətli etdiniz. Məhz siz qonaqlarım etdiniz və xüsusi təşəkkürüm bizi izləyən tamaşaçılarıdır. Minnətdaram hər birinizə. Gözəl, ziyalı tamaşaçılar var olun. Sizin üçün çalışırıq. Hər gün çalışacağım ki, biri-birindən gözəl qonaqlar, musiqilər səslənsin. Və bu cür tamaşaçılarımız da bəli az deyil, çoxdur. Sonda isə söz Ülkər xanım sizdədir. Mən sizinlə sağollaşıram. Sabah eyni saatda, eyni məkanda görüşmə ümidi ilə. Sağ olun, salamat qalın. Sevirəm deyən dodaqlara, güneşə baxan uşaqlara, dənizə çıxan qayıqlara, bir yağış yağır gecə səhər, hər damlası bir çiçək bir gün
Bazen bir ümit, bazen gözyaşı getirir. Bu çiçek yağışı. Bazen bir ümit, bazen gözyaşı getirir. Bu çiçek gece seher boyayır rengine dünyanı. Büyür sevinç, sönür keder. Bir yağış yağır gece seher. Her damlası bir çiçek, bir gül, bir söz, bir tane bir baht getirir. Her damlası bir çiçek, bir gül, bir arzu, bir söz, bir tane bir baht getirir. Bazen bir ümit, bazen gözyaşı getirir. Bu çiçek yağışı. Bazen bir ümit, bazen gözyaşı getirir. Bu çiçek